Siz Abdullayev Sənan, Nisə xanımla ailə həyatı qurmağa razısınız? Nifrət edirəm sənə. Bəli. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən sizin nikahınız qanuni hesab olunur. Bugündən etibarən sizi ər-arvad elan edirəm. Bilirsən də bu alqışlar bizim üçün deyil. Valideynlərimizin qurduğu senaridir. Bütün arzularımı, həyatımı, hər şeyimi əlimdən aldım. Sən elə bilirsən mən bura qaça-qaça gəlmişəm. Bu imzanı bura atmaq yerinə öləydim gəş. Şükür Allah'a. Bugünləri də gördük. Çox şükür. İnanmırdıq, amma bacardıq. Güclərimiz birləşdirsə nə gözəl bizə. Bugündən etibarən heç kəs bizə bata bilməz. Qovumluğumuz əvəd olsun. Sən mənim sevdiyim qadınlarıma girən adamsan, Atamın biznes dostunun qızı olmaqdan başqa nə özəlliyim var ki? Sırf ailələrin dostluğuna görə mənim həyatım məhv oldu. Mən sənə yalvarmadım, gəl məni al. Mənim də arzularım, xəyallarım var idi. Elə danışırsan ki, elə bir tək bədbəxt olan sənsən. Bu evlilik sənə xoş olmadığı kimi mənə də xoş deyil. İstəmirdinsə kişi qızı kimi çıxıb istəmirəm deyərdin də. Niyə hə razıyam dedin? Çünki mənim arxamda dayanan ailəm yoxdur. Atamın ağzından çıxan hər bir söz mənim üçün qanundur. Sənin heç olmasa nifrət eləməyə azadlığın var. Məndə heç o da yoxdur. Biz heç vaxt bir-birimiz üçün ailə olmayacağıq. Biz sadəcə başqalarının xoşbəxtliyi üçün öz həyatımızı qurban verən iki yad insanıq. Başqa da heç nə. Xoşbəxtmiş kimi davran. Elə bilsinlər ki, bir-birimizi çox istəyirik. Nəysə, çöldəyim siqaret çəkirəm.